Kim gördü sıkıntı Kim sıkıntı Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdəyik. FA Cup turniri 6-cı tur çərçivəsində bu kollektivlər üzlədi. İnam və Qambatans kollektivləri üzləşirlər. 6-cı turda günün iki qarşılaşmasında və İnamın 5-0'lı üstünlüyü var. Qambatans önündə. Sadar Rəhimlə səvə açıb. Daha sonra Cavid Həşimov ettirik edib. Və bir də Fadi Yusufov fərqlənib. Rafa rəqibə keçid vermədi. Əsədov Saday. İsmail Əliyev. Toxunuşlu ötürmələr izləyirik. İki hissədə olduğu kimi İnam komandası topa nəzarət edir. Mütəllimov. Cavid Həşimov. Rafa. Yeni cinaqda komandayı boşuna ötürmək istəyirdi. Canan İsmailov araya girdi. Cavid Həşimov. Həşimov. Korner. Səməd Əsədov. Əsədov. Geriyə doğru ötürmə Mütəllimov. İsmail Qatdəmli. İsmail Əliyev. Mütəllimov. Cavid. Top etkisi İlyas. Referi qayda pozuntusu qeydə aldı. Elnur qoymuşam yüklənməyə, narahat olma. Cavid Həşimov. İsmail Əliyev. Tən dəqiqələr ərzində qapısını toxunmaz saxlama bacarıb. Həmçinin bugün iki hissədə bir neçə dəfə cəhd edib. Hücum meydanda fərqlənənlər siyasında onun da adı olsun deyə. Rafa. Saday. Mütəllimov. Abiye qaytarıb nasıl dönsən ki? Sən qardaşsan. Yeri gələnlərimiz xoş gördük. Suallarınız varsa bunu yazın, mən də cavablandırmağa çalışım. İlyas ara ötürməsi Murad İzzətdir. İndi Qambatansan nəmlə izləyə bilərik. Murad hələ də topladı. Kənanla bir-birlərinə başa düşmədilər. Mütəllimov. Fadi Yusufov, Cavid. Yaxşı ötürmələr izlədik. Davan, Saday, Mütəllimov. Rabon elə. Bu çərçivə yönəltmək istəyirdi, alınmadı. Sədil Əziyev. İlyas komanda yoldaşlarının hərəkətlənməsini istəyir. İndi bir qədər ayaq saxladı. Səyid. Cinaqda adil ötürmək gözləyir. Səyid. Top meydanda saxlama mümkün olmadı. Rəqib komanda top oyuna daxil etməlidir. Ötürməklə başladılar. Saday. Fatov meydanda saxlaya bilmir. İlyas. Diaqanla ötürmək yaxşı alında. Sənan İsmailov. Sənan. Ekran bəyənənlər sağ olun, var olun. Şadladlarınızı görürəm. Sizlər ayrıca minnətdaram. Bir daha xatırladaq. Koroğlu Spor Seri idman meydançasında İnam kollektivinin 5-0'lık üstünlüyü var rəqib. Qambatans önündə FA Cup turniri 6-cı tur çərçivəsində bu komandalar üzlədi. Onda xatırlatmasını edək. Yeri gəlmişəm. İsmail Əliyev. Bir ara ötürməsi. Kenan İsmailov Qambatansın kapitanı. Cina dəyişilib. Fadara girmişdi. Səməd Əsədov. Cavid Həşimov. Ara ötürməsi Murad. Fuad yaxşı çevirdi. Səməd Əsədov. Ekran bəyənəkdə qardaşlar, zəhmət olmasa bəyənək paylaşaq. Suallarınız olduqsa da yazın. Mən də hər birini cavablandıracağım. Amma bəyənməyi saxlamayaq ki, yayım aşağı düşməsin.
Fuad qapçı ilə birə-bir zərbə. Seyid Ləziyev. Keçid yoxdur. Minnətdaram bəyənələr, sağ olun. Sola çək boş. Əsədov! Gəlişinə zərbə. Sənin kimi alınmadım. Məsələ indi bəhsi gedən oyuncu rəqimin əmləsinə imkan vermir. Sadə rəhimli. Siz bəyənən kimi yayım qalxır. Məsələ ona görə mən də deyirəm bəyənək, zəhmət olmasa. Elə ki, qarşılaşmada tək tərəfli qollar izləmişik. İnam 5-0 hesabı öndədir. 5 cavabsız qolu var İnamın. İsmail Əliyev. Əsədov. Son anda qapçının müdaxiləsi. Müdafiəçilərə top dəymişdi qapçı. Rəksə verməyi bacardı. Adil Əsgərov. Sənab. Yəni boş ilə bir qədər rəllədi. Sənab çaşdı sağ ayağına zərbə. İsmail. Qambadansın ötən dəqiqələr ərzində ən real qol epizodlarından birini izlədik. Belə əmlələr ediblər, amma elə ki, kilsimi qırmağa bacarmayıblar. Nəticə hasil olmayıb onlar adına. Cavid Əşimov. Diaqalını ötürmə yaxşı alında. Fut! Gözlədi, daha sonra zərbə indirdi, amma Seyid rəqibini məyus etməyə bacardı. Corners! Ötürmə ilə başladılar Mütəllimov. Tələsmir. Səməd Əsədov. İsmail Əliyev. Sadayev. Fuad Yusibov. Cavid Əşimov. Cavidin aktivində 3 qol var. Ettirik edib. Bir ara ötürməsi Cavid Əşimov və Saday Rəymli. Cavid qap qarşısına çevirdi Sadaya. Toxunmaq qaldı, dubl edir. Yarışda hesabı açmışdı məsələ. Qolunda müəllifi oldu. 6-0. Cavid heç qol və bir məhsullar ötürməliyyətə qalıb. İndi texniki zonaya yollandı. Onun əvəzinə isə Elçin Çuvarov biz yenidən meydanda görürük. Əlacıyev, Seyid Ləziyev. Top elə keçirdilər. Mütəllimov ayaq saxladı. Su zərbə indirmədi. Fuad epizodu başlatmışdı. Olmaq üçün də topu ona bıraxdı Mütəllimov. Məhsullar ötürməli yadda qalır. Fuad Yusuf isə fərqlənən oyuncu olur. 7-0. Ya saldatacaqlar zərbə. Sol sana. Bax. İsmail Əliyev. Səməd Əsədov. Oyunçun gəldi. Bir ara ötürməsi Elçinə doğru son anda Adil Əsgərov müdaxilə etməyi bacardı. Fuad, Saday, Mütəllimov. Heç cür əksəmliyə imkan vermir. Sinam kollektivi. İsmail Əliyev. Qapını mı yoxlayacaq? İsmail Əliyev. İki hissədə onun üçün vurğu etdim. Hətta ikinci sənə əvvəlində də qeyd etdim. İki hissədə dəfələrlə qapını yoxladı. Bugün xilaskar rolunu oynamaqdan savayı fərqlənər siyasının öz adını yazdırmaq istəyirdi. Məhz bunu da bacardı. 8-0. Koroğlu Sportçu. İsmail Əliyev. Səməd Əsənov. Mütəllimov. Fuad Yusibov. Fuad. Aktivində 2 gol var. İsmail. Mütəllimov. Qapı qarşısına.
hadi. Murat dəliş onu çıxasan ilə biraz. Koroğlu Sporser. Nə hesabı yazın görmə, hesab neçə neçədir? Zəhmət olmasa. Mütəllimov. Top etkisində əksin şansı ola bilər. Bir aldadıcı cəhət. Suvarov, zərbə! Qapı tiri. Bir ara ötürməsi Kenal. Adil Əsgərov var yerdə Adil. Topla çox oynadı. Topu da itirdi. Elaziyev. Fadi Yosifov. Üçün Suvarov. İsmail. Elçin. Səməd Əsədov. Sadayın zərbəsi. Elaciyevin müdaxiləsi vardı, korner. Elçin Suvarov. FA Cup turniridir məhz. 6-cı tur çərçivəsində bu kollektivlər üzləşdilər. İnam və Kombatans komandaları. İnamın 8-0'lı üstünlüyü var, bir daha qeyd edək. İkinci səndə artıq yarılamışıq. Mütəllimov, İsmail Əliyev. Rafa. 3, 2, 1. Səmədə bax. Faruk. Yaxşı ötürmələr izlədi. Suvarov. Əsədov burada fake atdı. İsmail Əliyev. Səməd özünü təklif edirdi. Rafa ilə oynadı. Mütəllimov. Turnirlə bağlı ətraflı məlumat əldə etmək istəyənlər artıq yeni mövsüm, yeni turnir start götürəcək. Xatırlatmasını edək. Mənə şəxsən yazmağınız kifayətdir. Yönləndirəcəm. Turnir rəhbəri şəxsən özü cavablandıracaq. Nə işləsin ha? Əsgərov, təşəkkür. İsmail Əliyev. Elçin Suvarov. Cavid Əşimov. İsmail. Cavid. Saday zərbə çəkdi Cavid Əşimovdan. Səməd deyirəm, nə olar? Korner. Rafa. Meydanda saxlamağı bacardı. Taşmışdı səni. Ondan sonra daha bir maraqlı qarşılaşma var. Amma o FA Cup turniridir. Premier Liqanın 4-1 cavab oyunu olacaq. Xatırlatmasını edək. Zərbə! İlyasın zərbəsi izlədi İlyas Yusifov, amma İsmail'dan keçid yoxdur. Yorgunsun, gel. Sadaya qarşı qayda pozulub. Hayır. Değiş oyunu sayarsan.
Cavid, aldacı cəhdlər Rəşimov. Qapısının ayaqları arasından topu torlara yolladı. 9-0. Hesab arasındakı fərq artıq 2 rəqəmliyə doğru irəliləyir. Koroğlu Sportser. Sənan. Murad İzzətli, Sənan İsmailov. İnamın yeni bir həmləsi ola bilərdi burada. Kombatan oyuncular top elə keçirməyi bacardılar. Sənan! Koroğlu Sportser idman meydançasında məhz bu görüşdə İnamın 9-0'lıq üstünlüyü var Kombatans önündə. Bir daha xatırlatmaq istəyək. Orada Fuadın yerində müdaxiləsi Saday. Diaqanla ötürmə yaxşı alında Cavid. Həşimov bu səfər alınmır. Vaxtında 4 gol var, poker edib. Kənan. Sənan İsmailov. Kənan İsmailov oynadı. Bir ara ötürməsi Murada çatdı top. Murad! Sinema dəyişmə olar bir qədər, amma cəld hərəkət etmək lazımdır Sənan. Adam müdafiə geri çəkilib. Daha bir şans boşa verildi. Murad İzzətli. Adilin zərbəsi uğursuz alınır. Saday. Mütəllimov. Mərkəzdə Fuad Yusupov ötürmə gözlürdü. Yeniden Mütəllimov oynadı. Taban ötürməsi möhtəşəm ötürmələr. Bu epizod tamamlamaq lazım idi. Hadi. Hadi. Cavid Həşimov. Rafa. Sen araya girdi. İsmail Əliyev. İsmail Əliyevə gol. İsmail. Bir golla kifayətlənmədi. Dubl edir qapıcı. Səməd Əsədov, Saday, Mütəllimov, Rabon ilə çıxardı, zərbə, Saday Rəmli. Mütəllimov və Sadayın kombinasiyası daha bir gol gətirir İnam komandasına. 11-0. Sənan, Adil Əskərov. Siqarda bir sənə yox. Qabağında saxla. Sana. Geç sen de. Sənan ara ötürməsi ünvana çatmır Cavid Həşimov. Sadar Rəmli. İnamın yeni həmləsi olacaq Səməd Əsədov, Cavid, Fuad Yusupov. Yine möhtəşəm ötürmələr Cavid. Son ötürmə ünvana çatmadı. Əksim şansı İlyas və yenə yarımçıq qaldı. İsmail Əliyev, Səməd Əsədov, Saday,
Çətinliklə də olsa top meydanda saxlama bacardı Murad İzzətdir. Oğlum sen oyunu oyna sana. Sana kışkırma. Şükürme sana. Daday, daday. Daday. İsmail Əliyev. Bəli, Koroğlu Sporsi. Təzyiq edirlər, daha bir gol. Görünür ki, rəqib Murat çekti sana. Əla, əla. Yok lan. Murad alınmadı. Fikrimi tamamlasam, görünür ki, məhz Qambatans kollektivi hissə məsələlərdə hesabı barışıblar. Amma İnam komandası 11 golla ilə barışmaq istəmirlər. Cavid. Həşimov. Klas hərəkətlər izlədik. Səid Ləzgiyev. Yavaş-yavaş oyunun sonlarına yaxınlaşırıq. Son dəqiqələr oynanılır. Əlaciyev. Zərbə imkan verilmədi. Saday. Cavid Həşimov. Səməd Əsədov. Taban ötürməsi. Kəna müdaxilə etməyə bacarmışdı Cavid. Zərbə və gol. Mütəllimov. Möhtəşəm ötürmələr verməyə bacardı. İndisə bunu mükafatlandırır. 12-0. Oyna arkaya. Oyna arkaya. Rafa. Yavaş oyna kişi. Əliyev. Asiyev. İlyas. Murad İzzətdir. Bir rəqibini keçsə də ardı gəlmədi Cavid. Rəqib üçün ram etmiş oldu İlyas. Zərbə İsmail. Gel. Gel. Çıksana. Koroğlu Sportser İnam komandası ilə Qambatans kollektivlər üzrə FA Cup turnirində bu 6-cı tur çərçivəsində bu komandalar üzləşirlər. İnamın 12-0'lıq üstünlüyü var. Bu xatırlatmasını edək. Anlar hədiyyə üçün təşəkkür. Kənan, Murad İzzətdir. Fuad müdaxilə etməyə bacarmışdı. Saday, Cavid Həşimov. Mütəllimov həbləyə qatılıb. Rafa ayaq saxladı. Səmti dəyişdi. Yaxşı ötürmələr. Həşimov aşırtma zərbə. Qapı tiri təkrar həmlə. Yenə bəs qapı tirinə dəydi. Sadayın zərbəsi Murad. Ən azından təsəlli qolu. Zərbə. Elə bu əmlələrdə referi qarşılaşmanı bitirdi. İnam komandası inamlı bir qələbə qazanır. 12 cavabsız qol. Hər iki komanda növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.